Arım balım pətəyim. Bizim sözlərimizi yazan özü deyil, özgəsidir. İt yatıb at kölgəsində, elə bilir öz kölgəsidir. Bu isə Şah İsmailin. Bitdi, bitmədi. Videonu bəyəndinizsə davam eləyək. Bir çoxunuz soruşasınız hansı oteldir deyə. Hotel ideal. Belə bir yerdir. Uşaqlar təzədir özü də, yenidir və qəşəngdir. Səhər yeməyini gördüm, dəli oldum. Dünənki fars qaqaşı idi. O mənə başa salınmamışdı ki, bəs qiymətə breakfast daxildir və ya daxil deyil. Belə, Ərdəbilin küçələri gəzəcəyik, narahat olmayın. İlk öncə Ruqayyadır xanımın adı, səhv etmirəmsə. Onun yanına getməliyəm ki, biz planlayaq ki, bugün nə çəkəcəyik. Vay, nə qədər yedim, vay. Gənclər, burada bir məscid var. Yol üstü. Bağlayıblar girişi. Görüm onun girişini tapa bilirəm. Vallahi təmir gedir burada. İçəri buraxmayacaqlar. Gedək bir şansımızı yoxlayaq. Ay, nə qəşəng məsciddir. Ay, maşallah. Qəşəngdir. Təmir gedir. Salam, yorulmayasınız. Yorulmayasınız. Məscid haqqında məlumat almaq istəyirdim. Müdafiə ilə əməliyyatı vardı, mərəmmət vardı, qoymayırlar əxsbərdari filməzdə. Hə. İcazə verməyirlər. Bir içəri baxa bilərəm heç olmaz. Baxa bilərsən, vəli onu filmi belə saxlayıb. Baş dürbün olmaz. Onu xamışə kullen. Elə baxmanı da biz yox baxışan. Kullen Onda Bakıdan, Otaydan. Eyləməz. Söndü onu. Bakılısan? Bəli. Hansı şəhərdənsən? Şirvan, Şirvan şəhərindən. Əl bayramını. Necəsiz? Kəməri söndü feylə. Hə. Məlumat deyin heç olmasa hansı əsrə aiddir, onu bilsinlər. Mən blogerəm. Düftü buradadır. O gün məlumat sənə verər. Yaxşı. Ay düftü. Ay düftü. Nə qəşəng danışır. Məlumat mənə yazmayasınız. Biraz tarixi haqqında məlumat. Ay düftü bastan şansın. Buranın həmin. Xoş gəldiniz. Xoş gördük. Necəsiz? Biraz məlumat istəyirdim. Neçənci əsrə aiddir? Nə dediniz? Siz hansı kürsüdə çalışırsınız? Mən blogerəm. Bu hansı ildən dövrümüzə gəlir? 700 Şah İsmaildən öncə də. Çox qabaq. Şah İsmail Səfəvi dövründə bura qəbristan imiş. Hə, bura. Zilzilə deyirlər, Moğollar həmlə eləyəndə hərbidə hamısı dağılı, mərdumi qətl və qarət olı. İstifadə olunmur. Ta bu dövrü yenicək. Qəbristan imiş, mərdum tədfinlərin burada bastırılmışlar, ölülərin, ənbatların burada bastırılmışlar. Məzarlıq imiş. Məzarlıq imiş. Bizim başımızın hündür üstünə kollən qəbri. Bunlar hamısı təmizlənibdir. Hə, dərin, hə. Bəli. 3-4 metr üstdən götürmüşük. Hə, qazmısınız. Qazmışıq, qazıntı işlərinə baxmışıq. Bu səthdə məzarlar olub. Səlcuq Ətabəkilər səthidir. Ay, sağ ol. Ətabəkin bu məscidin demək olar ki, qərb Günbatan tərəfinin divarıdır. Ay, sağ ol. İçləri hücrə-hücrədir, ribaq-ribaqdır. Hə. Səlcuq zamanında həm mədrəsə imiş, həm məscid imiş. Ay, maşallah. Yəni siz görürsünüz ki, Lənkəran, Masallı, o dövrələrdən, alahi yerlərdən burada dərs oxumağa məktəbə O gəlirmişlər. vaxtı gəlirmişlər oradan bura, o taydan bura gəlir. Qacar zamanı da gəlirmişlər. Mən Bakıya 2 dəfə sempoziuma gəlmişəm. Bu məscid demək olar Azərbaycanın ta Bakıya ən böyük camilərdəndir. Hə, yəni demək istəyirsiniz ki, buradan Azərbaycana qədər ən böyük məscid bura olur. Əhsən. Ay, maşallah. Yəni bunun məsahəti, vüsəti təqribən oradan başlanır ta gedək xiyabana. Bu evlərin altı Xiyaban da küçə demək. məbər küçə bəli. Bu evlər hamısı büzür binaların üstündədir. Ha, sağ ol. Başa düşdüm. O xiyabandan ki siz gəldiniz üstə 6 metr ucalığıdır. Bəli, bəli, gördüm. Aşağıdan gördüm. O mütəəssifanə inqilab zamanı 1979-da Ərdəbil şəhərləri oranı
kollən təxrib eləyib. Bildim. Buldozer ilə, loder ilə kollən götürüb. Tarixi dağıdırlar. Bəli. Yəni eynən bu şəkildə qərinə o tayda var imiş. Bildim. 300-lər hududən 150. Çox təşəkkür edirəm. Çox Yaşa, sağ olun. yaşa, Allah razı olsun. Adınız nə idi? Mən Həsən Yusefi. Həsən Yusifi. Qardaş sağ olun. Çox sağ olun. Allah amanında. Dayı sağ olsun. Çox qəşəng bilgilər verdi uşaqlar. Və indi hal-hazırda restorasyon gedir. Yəni artıq təmir edirlər, təmir bərpa işləri. Və dedi ki, buranın bir çox yeri həmin bu məscidin həyətindəymiş və o xiyaban deyirlər küçəyə. Xiyaban qurulanda, yəni küçə salınanda məscidin həyətini vurub dağıdıblar. Belə dedi. Və dedi artıq biz təmir eləyirik. Yan evləri də almağa çalışacağıq ki, məscidin həyətinə qataq. Masallıdan, Lənkərandan insanlar gəlirmiş, burada elm alırmış. Gedim indi Rüqayyə xanıma bir gül alım. Mənə də zəng eləmişdi. Sələm, sələm dedi. Gəlirsənmi? Dedim ki, gəlirəm. Görək gül dükanı hardan tapırıq? Burada da maraqlı mağazalar. Nə olub qadın? Nə olub? Niyə ağlayırsan? Burada da maraqlı mağazalar var ha. Görürsünüz uşaqlar. Çil, çıraq. İranda bir Azərbaycanlı evinə qonaq olmaq istəyərdim. Yəni gedib o evin içini görmək istəyərdim də, belə deyim. Gül dükanı tapdıq. Salam əleykum. Təbii gül var. Bir dənə hədiyyəlik düzəldə bilərsiniz. Güllərdən intihab buyuruz. Poleroz varımız. Siz məsləhət görün. Qalıb da indi hansı səpişdə siz buyurasınız, təqdim eləyə bilirik xidmət. Mən bu gül məsələlərində çox zəifəm. Poleroz təqdim eləyim xidmətçi. Hədiyyə alıram, yox, hədiyyəlik. Bu romantikadır qardaşım. Roz. Biz hədiyyə alırıq. 2 şaxə. Dedim, nərgiz qoy biraz bundan qoy. Gənclər, buna baxın, pambığı da satırlar bunlar. Pambıqdır bu. Pambıqdır deyəsən. Pambığı da gül kimi satırlar. Çox qəşəng ətir gəlir. Qoxu gəlir. Taksi çağırmışıq, taksini tapamırıq. İndi tapaq, gedəcəyik. Gəldik, çıxdıq adresə. Şəhərdən çox uzaqdayıq, amma uşaqlar, bura hardasa 80 qəpiyə, 70 qəpiyə gəldim. Daha çox qəşəng görsənir bu arada. 80-70 qəpiyə elədi. Elə. Girin mən görüşüm. Ondan sonra kameranı açın. Ucuza bilet haradan alıram? Aviasiyasdan. Aviasiyasın web saytına daxil olaraq dünyanın istənilən bölgəsinə bilet ala bilərsiniz. Uşaqlara gəldim. Rüqayyə xanımın qonağıyam. Hansı ki burada Abdullah qardaş var, Nilüfər xanım var. Rüqayyə xanım isə oradadır. İndi gələcəkdir və biz bağına gedəcəyik, səhv eləmirəmsə. Bağında bir çəkiliş eləyəcəyik. Sağ olsunlar, belə bir çaya da qonaq ediblər. Buna Nabat deyirsiniz, bu çox gözəl bir şeydir. Bizdə əsasən cənub tərəfdə, yəni Lənkəran, Astara, Masallı tərəflərdə olur. Bakıda da satılır. Zəfəranlısı da olur. Amma indi burada zəfəran yerinə o yerdəki nabatı cüzləyirlər. Gətirib rəng qatırlar, boylandırırlar. Sarı, mən görmüşəm sarı. Ona görə bizdə onu yəni çalışırıq ki, o olmasın da bizdə. Belə olsun. Uşaqlar, bir çoxunuz fikirləşə bilərsiniz ki, bu çox şirindir, amma şirin deyil, normaldır. Rüqayyə xanım da gəldi, necəsiniz? Salam, bir çoxunuz bəlkə də tanıyırsınız. Salam, hər vaxtınız xeyir bizə baxan izləyicilər, necəsiz, yaxşısınız? Bizim çox əziz, hörmətli dostumuz Azərbaycandan bizim bağ evimizi çəkməyə gəlib. İnşallah nahardan sonra gedək bağ evinə və gözəl şəkillər çəkib. Çəpələng bəy öz səhifəsində onu sizdən paylaşacaq. Çox sağ olun, çox sağ olun. Uşaqlar, deməli nə baş verdi? Mən gəlmişəm hal-hazırda Şorabil gölünə. Rüqayyə xanımla danışdıq. Rüqayyə xanım mənə qayıtdı, dedi ki, sabahları inşallah onsuz da biz Çilə bayramına görə kəndə gedəcəyik. Gəlin belə eləyək. Bu gün getmək, sabah gedək. Mən də dedim, baş üstə, nə problem var? Sakitçiliyə baxın. Çox gözəldir. Ruhum dincəldi, vallahi billahi. Qəribə hisslərdir uşaqlar buralarda olmaq, hansı ki çox belə tarixlə zəngin bilgilər vermək istəmirəm sizə. Mən əsasən səyahət və əyləncə üzərinə gördüklərimi sizə göstərirəm. Əgər tarixi bilgilər istəsəz, bunun üçün TV kanallarına baxa bilərsiniz, məqalələr oxuya bilərsiniz, Wikipediyaya baxa bilərsiniz, Google-a baxa bilərsiniz. Mən özümün yaşadığı, özümə maraqlı olan bilgiləri sizə verirəm. Belə, bu YouTube kanalıdır. Şəxsi bir səhifədir, profildir və
Bu səhifədə də mən sizə görüntüləri təqdim edirəm. İstəsəz izləyərsiniz, istəməsəz izləməzsiniz. Belə. Bunu dedim, bunu qoyuram qırağa. Deməli, burada olmaq qəribə hiss elətdirir mənə. Çünki bura mənim dədə-babalarımın torpağıdır. Bura Azərbaycan torpağıdır. Hansı ki, mən Qarabağa gedəndə ilk dəfə hansı duyğuları yaşadımsa, burada gələndə o duyğuları yaşadım və mənim özümdən, məndən burada 30 milyon, 40 milyon insan yaşayır. Allah hamısının canına sağlıq versin, canına dəyməsin. Belə, yəni qəribə duyğulardır buralarda olmaq, buraları gəzmək. Kəşke Gülüstan müqaviləsi, Türkmənçay müqaviləsi olmasaydı da bugün fərqli bir Azərbaycan görsəydik, bütöv bir Azərbaycan görsəydik. Ay qardaş, bu tarif nə boş söhbətdir. Bunu yığışdırın, Qurana and olsun. Deməli, taksiyə minmişdim dünənləri. Nəsə taksiyə mindim. Dedim ki, bəs neçəyə aparırsınız da bu yolu, qiyməti nədir? Yox baba, yox, ehtiyac yoxdur. Otur. Oturmuşam. Bir 10-15 dəqiqə sonra dedim ki, bəs dayı nə qədər verməliyəm? Ay, yox, sən misafirsən. Dedim, yaxşı. Nəsə gəldik, çatacağım yerə. Dedim, vallah, borcum nə qədərdir? Deyim, mən verim də, belə ayıb olur da. Yox, sağ ol, var ol. Farsçada bir kəlmələr deyirlər, başa düşmürəm. Nəsə düşdüm maşından. Pəncərə açıb deyir ki, qardaş, pul. Deyirəm, nə pul? Ay qardaş, mən tarif eləyirdim. Mən də eşitmişdim tarif nədir, amma bu qədər bilmirdim də. Yolda maksimum 200-250 olsun da, 300 olsun. Tümən, 300 min tümən. Nəysə, bu mənə dedi 500 min tümən. Dedim, məzələnirsən, Snap deyə proqram var. Snap məsələn orada 150-200 göstərir. 500 nədir? Çıxartdım 300 atdım belə. Dedim, belə tarif olmur, belə etikalıq olmur. Deyir, etika, mədəniyyət, yəni xoş niyyətdir bu tarif. Deyirəm, sən tarifi loxlamaq üçün istifadə edirsən. Gənclər, bilmirəm görürsünüz ya, yox. Rula kilit taxıblar. Görürsünüz? Sükana kilit taxıblar. Bunun səbəbi isə maşını oğurlayırlar. Ara məhəllələrdə daha çox olur. Bir də Sinapdan taksi çağırmışam. Taksi gözləyirəm ki, gedim otelin yanına, bazar otelin yanındadır. Aha, taksi gəlir. Taksi gəlir. Bu məsafədədir. Uzaqdaymış bu taksi. Taksi gəlir, yolu isə nə qədər pul verəcəm? 46 min. Salam aleyküm. Salam. Necəsiz? Biraz mərcini razı edəcək, qurban olsun. İdeal otel var orada, ideal otel. Hə, olmuş. Bazara yaxın. Təvəttiyəm, bildim arazi. Bazar oraya yaxın da, düzdür? Hə. Allah razı olsun. Bir qarış yol. Bir qarış. Bir qarış bizdə bu qədərdir. Bilirsən, mən hüzürə gedəcəyəm ona görə. Dedim, məscidə tərəf geçdim. Orada şərməndə olacaq, mən yox, yaxşı yerdir. Çünki alı. Xiyabanın bu tərəfində olacaq, gitməyəcəm. Yaxşı, xiyaban küçə düşərlər. Xiyaban bu tərəfində düşərəm. Bura xiyaban deyirlər belə. Aralara isə küçə. Mərkəzə xiyaban deyirlər. Özün hara olsun? Özüm o taydanam. Bakı. Bəli. Şirvan Əl-Bayramlı. Allah selamet. Bu nə də balıqdır bu, hə, balıq. Uşaqlar, buranın əti çox məşhurdur. Çox yerdə ət satırlar. Hər kəs də bugün bazara çıxıb, çünki sabah Çilə bayramıdır deyə alış-veriş edirlər. Ərdəbil xalqı shopping. Çox qəşəngdir ürünlər, belə adama gəl deyir. Bunun adını bilirdim, adı yadımdan çıxdı. Əzgil ola bilər. Vay, qarpız öz sözünü deyir də qardaş burada. Çilədə də qarpız alırlar, qarpız kəsirlər. Göstərəcəm hamısını sabah, yəni bu videoda. İşte örtülü bazar oradadır görəsən, qabaqda olar yəqin. Bazar ki bazar sanı. Sevirəm də bazar qardaşlar. Bazara gəldim belə həzz alıram. Xoşbəxtçilik bazardır. Yaxşı, hələ ki abartma. Bu nə qəribə qarpızdır. Uzun qarpız. Sabirabad qarpızı olar deyə burada.
Desəz bəs pələng qiymətlər haqqında niyə bilgi vermirsən? Uşaqlar, mən sizə bilgi vermişdim Təbriz videosunda. Balıqlara bax. Nərədir bu? Balıqların adı nədir? Balıqların adı mahiyaza, amur, ağ balıq, qızılala. Çox balıqdan da başım çıxmır mənim. Balığın kilosu neçədir? O da var yazmışıq üstü. Oxuya bilmirəm ax. Haradısa? O taydan gəlmiş. Bakılı. Bəli. 370 midir? 370 min. 2-3 manat. Təşəkkür edirəm, bazar olsun. Biri vurub şülküt eləyəcəyim məni. Buradan gedim yəni. Gedim biraz buraları gəzim, sizə bazar göstərim. Bu nədir qardaşım? Bu nədir belə? Nədir bu? Bu kimə sorsa başlarına qarşı. Qıra oxşuyur, qır. Nəsə ədəvadır yəqin. Bazar aktivdir, bazar çox güclü. Güclü aktivdir. Dünənləri mən buralarda dolanırdım. Bomboş idi buralar. Xurmamız da var. Bu nəsə başqa bir xurmadır. Xurmanın 300 neçə minmi ya da 300 neçə dənə növü var. Fərqli növ var. Qardaşım, bazar başdan aşağı belə gedir. İranın şəhərlərini sizə desəm, belə tərif eləyə bilərəm ki, buradakılar kimi danışır. Belə deyə bilərəm ki, bazar. İnsanların əsas məşğuliyyəti bazardır. Mən hələ bir park görməmişəm düzəməlli. Əsasən bazar. Bazarda da kafelər, restoranlar olur. Ərdəbildə hələ bir kafe, restoran görməmişəm. Təbrizdə var idi. Ya Allah, üstü örtülü bazara girək. Salam baba, salam. Salam qadın var mı? Bu da üstü örtülü bazar. Üstü çoxlu örtülüdür deyəcəm də belə şit zarafatlar eləmir. Hər şey var da qardaş. İndi gəl bu bazarda yolunu tap. Böyük bir bazardır. Bazarın içi aktiv deyil. Çünki niyə? Çilə bayramı olduğuna görə hamı çöldə. Çöldə alver edir. Soldan da gedə bilərik, buradan da. Buranın bir Instagram üçün şəklini çəkim. Dayı necəsən? Bal neçəyədir? Mən kilo 300 min. 300 min. 300 min uşaqlar. Biri 300 mindir. Bunların kilo 300, bunlar 400 min. Bunlar 300 min. Bunlar yarım kilo 150 min. Bunlara nə deyirsiniz? Pətək? Bəli də, bunlar mumlu baldır. O vaxtı bir mahnı var idi. Arım, balım, pətəyim. Yəni. Sağ ol. Sağ ol. Sağ ol. Şirin daydı. Şirin. Sağ ol qardaş. Bəli. Bu nədir belə? Vay vay vay. Bu nədir? Nədir bu dayı? Labu. Labu nədir? Labu yani kırmızı çubuğu. Labu. Marsupilami mı var idi? Ya sonra labuydu, labu. Qırmızı çuğundur, hə. Şirin olur bu. Şirin olur. Gel Şam koydun dermanı. Ferhat. Nəysə dərmanıymış. Şəhrdar gəlir Ferhat. Bəli, bazarın sıx yerinə girdik. Sıx yerinə girdik. Vay vay. Qardaşım, bu bazarlardan bizdə də tikəyi. Yayda, qışda qəşə olur. Yayda bura sərin olur. Sərin olur. Qışda da isti. Çox qəribədir. Bazar olsun. Sağ ol. Sağ ol. Onu televizyonda göstərəcək. Hə, bax qardaşım. O taya nə demək istəyirsən? Cana? O taya nə demək istəyirsən? Hansı taya? Bakıya. Azərbaycan. Ora nə demək istəyirsən? Bir salam göndər. Denən bu taydan o taya salam. Bu taydan o taya salam. Qaqaş, Cəbra mən salam gör. Cəbra. Qaqaş, Bakıdan gəlibsən. Çox gözəl. Necəsən qardaşım? Yaxşısan bura? Çox sağ ol. Çox xoş gəlibsən bizim şəhərimizə. Qaqaş, bura Bakıdır. Şeiriyyatın mərkəzidir. Ədəbi şairlərin, ədəbiyyatın ölkəsidir. Bizim sözlərimizi yazan özü deyil, özgəsidir. İt yatı bat kölgəsində, elə bilir öz kölgəsidir. Sağ ol, sağ ol. Qardaşım qəşəy dedi, amma rep dedi elə bil.
rapper havası da var idi. Rap de burada haramdır. Amma deyirlər. Uşaqlar bir çox şey haramdır burada, olmaz, qadağadır, amma göz yumulur. Məsələn, Instagram, YouTube, TikTok bağlıdır. WhatsApp açıqdır, amma işləyir, işləmir. Devlət bunu qoymur ki, işləsin, amma eyni şəkildə VPN-i də satır devlət. Nömrə yerlərində VPN də satılır ki, Instagrama, TikToka, YouTube'a girəsən. Qəribə bir psixologiyası var buraların. Nə bilim. Qızıllar var burada. Qızıllar var, qızıllar. Qramı soruşaram da. Təbriz videosuna bax. Təbriz videosunda salam necəsiz? O taya nə demək istəyirsiniz? Sən? O taya. Bakıya nə demək istəyirsiniz? Bakıya bizim Salam deyin. salam. Bakıya salam. Bizim Oğlunuzdur. bəli. Çox oxşuyursunuz bir-birinizə. Bəli, Bakıya salam deyirik. Bizdən qardaşlar. Arxa qardaşlara salam buyurun. Allah razı olsun. Dərin bir şəkinizi çəkin belə. Çəkdim. Çox sağ olun. Bakılı salam. Bəli. Hə, Allah. Əl bayramlı. Bakıya yaxındır, Şirvan. Biz də Parsavat deyirik. Parsabat, onda siz sərhədə yaxınsınız. Bəli. Biləsuvar tərəf. Biləsuvar. Biz Parsavatda Əlizadə Aslandost. Aslandosta Parsavat arasındayıq. Parsabat mən qarışdırdım. Mən çaşdım. Bəli. Parsabat hansı Astara tərəfə yaxındır? Yox, mən Bakının Arazın bu tayı o tayı O tərəfdə Biləsuvar deyil. Həm Biləsuvar yanında Biləsuvar dərsi. Bir balaca təkərə düşdü bizi say. Çox sağ ol. Bizi ayırdılar da inan. Heyif. Biz bütöyük amma. Çox sağ ol. Belə uşaqlar, buradan haranı göstərim, bir qızıl göstərim sizə. Qızıllar biraz köhnədir amma. Biraz köhnədir. Bir soruşaq, qızılın qramı neçədir dayı? 13 milyon 800. 13 milyon 800, yəni 100 dollar. 100 dollar, 95 dollar. Yox, yüzdən biraz olan nə olur? 105 dollar. Məsələn. Uşaqlar 105 dollar. Qızılın qramı. O da indi dəyişilir də. 18 karat deyirlər, nə deyirlər? Belə bir söhbət var. Tam mən də bilmirəm. Qardaşım bazar olsun. Çox sağ ol. Ağrıya, küpə, belüvə masaj, Bu nədir? Uyda o. Bat keş ağa, rahat. Qardaşım, bunu nətər belə eləmsən? Hə, bunu 83-də var, azad olur. Ağrıtmır elə. Ağrıtmıyor, yox. Aralısan. O taydanan. Atırsan, masaj verirsən, qıçında, qolunda, burunda. Üzvə də qoyursan. Üzvə. Nə qəribədir. Çəkək də ağrını çəkir. Vay. Küpədir də, küpədir. Bu cürdə iş. Biz banka deyirik buna. Hə, banka deyir, bunlar işdir. Bazar olsun. Allah sənə ömür versin. Bu nədir? Bunlar ağsaq. Ağ saqqız. Saqqız? Bunlar Kürdistandan gəlmədir. Hə. Mədəni təmizdir. Mədəni təmizdir. Mədəni bəli, ufunətin zalını çəkir. Onda buradan ağzı qoxan qardaşlarımıza deyək ki, bundan sən dərsən. Sağ olun. Hətta bir də zərbə deyilə, barada mənim də ağzını qoxur. Bax, burada da var, toy adətlərində belə aynalar aparırlar. Bizdə qalıb qalmayıb bilmirəm. Bazar olsun. Bu xanımlar üçün də, gəlinlər üçün. Sağ olun. Gedək uşaqlar. Çəkiliş maraqlı. Qara qalım, niyə ağlayırsan? Yuxarısı da çox qəşəkdir bu arada. Xanımlar daha çoxdur, görürsünüz buralarda. Soğutlar da var. Burada sola çıxmıyor. Sol haradır. Belə gedək. Bir çoxunuz sual verə bilərsiniz ki, bəs başörtüsü qalxıbmı, qalxmayıbmı? Bildiyim qədərilə qalxıb, bəziləri də qalxmayıb dedi. Burada belə şahalı şeylər çoxdur qaqa. 62 milyon. 62 milyondur deyirlər. Nə qədər sıfır var, bir sıfırı tuturlar, gah tutmurlar, nə bilim, qarışıqdır söhbət. Heç nə. Bazar qutardı. Bildiyim qədərilə. Çox da bazara boğmaq istəmirəm sizi, çünki bu videonun ilərləyən dəqiqələrində maraqlı şeylər görəcəksiniz. Ləhcəm fleksiyə uğrayır. Bir də uşaqlar, burada bir nüans var, qadan alın, vurmayın. Hələ xonçam oynamayıb.
Deyək siz qırmızıdır, niyə keçirsən? Burada yaşılda da belə olur. Burada kim kimədir? Mən belə bir şey başa düşdüm ki, İranda bir cümə məscidləri var. Ona nə deyirlər bilmirəm. Bir də normal məscid var. Hansı ki, sırf cümə məscidi üçün gedilir, namaz qılınır. Axşam namazı, sübh namazı qıla bilməzsiniz. Sadəcə cümə günləri namaz qıla bilərsiniz. Bir də məscidlər var. 2 cür var. İzah eləyə bildim. Aya, burada bazardır. Burada Qızıl bazardır. Qızıl bazarını gəzmişik. Çox da göstərmək istəmirəm artıq. Dedi buradan müstəqim get. Biz də müstəqim gedirik. Aya, kamera hara çəkir, arxana çəkir. Şah İsmail Xətainin məzarı buradaymış. Girişdə pullandı. Amma bir bilgi vermək istəyirəm ki sizə. Şah İsmail Xətai 1501-ci ildə Səfəvi dövlətini qurubdu. Hansı ki 14 yaşında taxta çıxıb. Düzdür, tək başına eləməyib. Arxasına qızılbaşlar var imiş, Səfəvi təriqətləri var imiş, dini siyasi şəbəkələr var imiş. Amma bu o dövr üçün fövqəladə bir hal idi uşaqlar. Unutmayın bunu. Bilirsiniz ki, Çaldıran döyüşündə də məğlub olubdu. Ən böyük addımlarından biri də Azərbaycan türkcəsini saray və ordu dili edibdi. Bu böyük bir addım idi. Belə, indi məzara giriş hardandır, onu tapmalıyam. Bir kimsə varmı soruşaq? Yəqin ki, qabaqda. Hə, buradan bilet alacaq. Salam, hər vaxt olsun. Şah İsmail Xətainin məzarına bilet almaq istəyirəm. 350 tümər onu içəri aparamayız. Hara qoymaz? Gərək burada kumodadır. Gənclər, girmişəm içəri. Dedilər kamera ilə çəkiliş eləmək olmaz, amma mən eləyirəm. Nə olar, olar. Bura girişdir. Buradan girək, görək. Başımıza nə gəlir? Vay, 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 vay. Nə möhtəşəmdir. Məzar hardadır bəs? Yəni 14 yaşında taxta çıxmaq elə-belə bir şey deyil uşaqlar. Və Azərbaycan türkcəsini saray dili eləyib. Eyni şəkildə ordu dili eləyib. Bura giriş var. Vallahi biz hara gəldik çatıb. Məzar-ı Şərif. Salam, hər vaxt. Ay maşallah. Azərbaycan hansı şəhərdir? Şirvan. Əl-Bayramlı. Astaradan belə gəldi. Yox, təyyarə ilə gəldim. Hava femina. Bəli, hava ilə. Tehrandan. Yox, Təbrizdən. Təbrizdən də maşınla gəldi. Bəli, bəli. Buranı harda gördün? Bura bizim tariximizdir, yəni araşdırıb gəldim. Bildim. Bax, bura dünyanın bir böyük xanqahıdır. Yəni dərvişlər burada cəmləşirmiş. Və 2010-cu ildə o UNESCO-da təsdiqlənib, səbt olub. Şeyx Səfi özü bir böyük alim imiş. 700 il bundan qabaq. İlxani zamanı. 25 yaşında gedib Lahicana. Gilanın Lahicana. Şeyx Zahid Cilani orada var imiş. Onun məhzərində elmi irfanı örgəşir. Biz indi Şah İsmail'dan danışırıq. Deyəcəyəm, onu da deyəcəyəm. Ondan 50 yaşında o Şeyx Zahid Cilani'nin olayı nəyi? Canişini. Qızı ilə izdivac ili, toy ili. Qayda gəlib buranı xanqahya, cürrə. 700 il bundan qabaq. Onlar ki istəymişlər Şeyx Səfinin müridi olalar, İrfanın 7 dənə qapısını keçirmişlər. 7 dənə qapı. Şah İsmail'in məzarı hansıdır? Əlan deyəcəyəm, deyəm. Axı bura əslində Şeyx Səfinindir. Şeyx Səfinin. O məzar Şeyx Səfinin məzarıdır. O sənduqdakı var, böyük səndıq. Şeyx Səfinin məzarıdır. Əsli orijinal məzarda 2 metr aşağıdadır. Aşağıdadır. Şeyx Səfin 6-cı nəsli. Yəni Şeyx Səfidən 180 il sonra Şah İsmail dünyaya gəlir. Qızılbaşların yardımı ilə, köməyi ilə gəlir Səfəviyyə dövlətini qurur və gedək
Təbrizi paytaxt elə. Səfəviyyə dövlətin burayı. Bəlkə də Təbrizi paytaxt elə. Çünki vəsiyyət eləmişdi. Gətiriblər Cəddi Şeyx Səfinin yanında bastırıblar. Sağ ol. Ha, bax. Şah İsmailin məzarını görəcək Şah indi. İsmailin məzarıdır. Şah İsmailin məzarının materialına, gözəlliyinə də altın, gümüş, filin dişi yapılıbdır. Altın, gümüş, filin dişi. Orijinal məzar 2 metr aşağıdadır. 2 metr uşaqlar aşağıda. Bax, orada da bir əl rəddi var duvar üstündə. İnsan əlli dəyir o. Bu? Ha, bir nimaddır. 5 dənə usul-i din, ya 5 dənə ali-əba, ya 5 dənə tayfə-i qızılbaş ki, Şah İsmail'a yardım ediblər ta Şah İsmail Səfəviyyə dövlətin qura. O da Şah İsmail'in bax, fotoqraf deyirsən. O insan əli deyildi amma. Hə, nimaddır. Və bu da Şah İsmail nənəsi. Bu nənəsidir. Marta. Marta. Uzun Həsən Ağqoyunluların fərman rəvasıymış. O gələk Trabzon Türkiyənin padişahın qızından izdivac eləyir, toy eləyir. Adı Despineymiş. Gətirə İrana, qızları Marta dünyaya gəlir. Və sonra Şeyx Heydər, Şeyx Səfiyin 5-ci nəsli gələk Marta ilə toy edir və sonra Şah İsmail dünyaya gəlir. Bu isə Şeyx Səfi. Və bu da Şeyx Səfinin məzarıdır. Şeyx Səfinin orijinal məzarı 2 metr altda. Və bu da Allah-Allah günbədi deyirik biz buna. Burada Allah-Allah günbədidir. Günbədin dışarısında Allahın adları ərəbi dilində yazılıb. Allah. Bütün adları. Yox, bir Allah. Allah çox yazılıb. Duvarında da baxson, kağıt duvarıdır. O devirdən qalmadı. Mövzunu belə toparlayım mən sizə. Şeyx Səfi Şah İsmailin ulu babası olub. 180 il öncə burada dəfn edilib. Sonrasında isə Şah İsmaili da gətirib bura dəfn ediblər. Bu isə Şah İsmailin məzarıdır. Hansı ki gümüşdən, qızıldan və fil dişlərindən istifadə olunub. 2 metr aşağıda dəfn olunubdur. Əlavə olaraq da burada da nənəsinin məzarı var imiş. İndi isə yenə bir yerə gedirik. Biraz ləhcədə fərq var, deyirəm, başa düşməzsiniz. Mən 5-6 dil bil. Çini dilim var ha, Çini dilin də hücasıyam. Nə gözəl. Ləhcə fərqlidir biraz, izləyici. Ora nədir? Mən buranı qoyduyaq ondan sonra. Bura Darul Hoffazdır adı. Adı Darul Hoffazdır, 700 il yaşında. Yəni Şeyx Səfinin oğlu Şeyx Sədruddin Musa buranı yapıb Quran oxumaya. 2 katdadır bura. 2 mərtəbədə. Üst qatda bayanlar, hanımlar, aşağı qatda da erkəklər, ağalar əyləşdilər, Quran izlədi. Gələcəyəm Azərbaycana. İnşallah, inşallah. Gələ görəcəyik. Bax, gəl bura. Bax, nəsəbnaməsi. Şeyx Səfini Cəddi İmam Musay Kazimdir. İmam Musay Kazim. Şeyx Səfinin 1, 2, 3, 4, 5, 6-cı nəsli Şah İsmaildir. Yuhans Trabzon Türkiyənin imperatorudur. Qızı Despina, Uzun Həsən Ağqoyunluların fərmanrəvası gəldi Despina ilə toy etdi. Marta dünyaya gəldi. Şeyx Heydər, Şeyx Səfiyin 5-ci nəsli gəldi Marta ilə toy etdi və Şah İsmail dünyaya gəldi. Bura nədir? Çinihanə muzesi, porselenxanə. Porselenxanə. Yəni 400 il öncə Şah Abbas dönəmində Şah Abbas Şeyx Səfinin 10-cu nəslidir. Paytaxtı da İsfahan idi. Çinin imperatoru gəldi 1200 parça porselenləri hediyə verdi Şah Abbasa. Çünki Şah Abbas İpək yolunun korucusu Çinlilərə. Şah Abbas bu Çinliləri gətirdi, buraya hediyə verdi. Bu Çinliləri saxlamaya bu taxçələrə ehtiyacı idi. Bunlar nə üçündür? Bu taxçələr bunları saxlamaya. Hə, bunları qoymaq üçün. Və sonra gəldi Şeyx Bəhai ki, bir böyük mühəndis və arxitekt idi, ona əmr etdi, onu gətirdi bura. Bunları yapdı, sonra bu porselenlər hapisi burada düzüldü. Bunun da materialı da altın və gümüş. Qardaşım var burada, Armen. Merhaba. Burada qardaşımın maşınları da var. Bu öz maşındır, bu da qardaşımın maşınıdır. Pasatkanı da vermisən. Bunun qabağını qaldır, qabağını. Salam əleykum. Salam. Necəsiz? Saqqala kölgə.
Qardaş istəyirəm deyəm, deyirsən ki, kölgə istəyəm, saqqalı var. Hə. Gələ onu gülüz gələsən. Gülüz gələsən, kölgəliyəsən özünü. İndi kölgə eləyər üşüyərik. Hə da? Elə bir Azərbaycanlısan. hamımız Azərbaycanlı deyilik. Yox, hamımız Azərbaycanlı yox. Sən O taydan. Bakı- Hə, o taydan Bakı gəlir. tərəfindən. Bəli. Çox qəşəng. Belə hamımız bir diyardanıq da. Bizim Nəqşəni Arif verədən sizə qəşəng. Hə, İranda bir şey yox. Çox sağ ol. Allah razı olsun. Sağ olun qardaş, sağ ol. Sağ ol. O yenə bu tarif məsələsi, bax sən çay içirsən, deyirəm ki, yox sağ olun belə. Sonra dedi çay içirsən, istədim deyəm ki, bəs hə içirəm. Deyirəm bu tarifdir, deyir tarifdir. Nə deyəsən? Bəlkə mən çay içmək istəyirdim. Bəlkə mən burada bir bərbər çay içəcəkdim. Qoş qoxuya girdi deyəsən. Tutacam ya bu tarif temasını tutacam.